Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arsun 999 ləqəbli tiktoker İlduz Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Kanal 21 xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası iyulun 22-sinə təyin edilib. Xatırladaq ki, Xəzər rayon məhkəməsinin hökmünə əsasən İlduz Hacıyeva 2 il 6 ay müddətli nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətli azadlıqdan məhrum olunub. O məhkəmə zalında həbs edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İlduz Hacıyeva avtomobili ilə dönmə əməliyyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşını idarə etməni itirərək qəza törədib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarəti alıb. İlduz Hacıyeva barəsində həbslə bağlı olmayan qəti imkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2 yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə yekun ittiham irəli sürülüb.